Salam. NATO'nun şərqə doğru irəliləməsini məmnuniyyətlə izləyən Rusiya vətəndaş cəmiyyəti üçün təhlükəsizlik təhlükəsi yaradan Avropa vətəndaşlarına müraciət etmək istərdim. Bunun həqiqətən sizin xeyrinizə olub-olmadığını düşünün. Ukraynada NATO'nun dəstəyi ilə hakimiyyəti ələ keçirərək Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün təhlükə yaradan faşist rejimi quruldu. Heç kimə sir deyil ki, NATO Bandera və Ukraynadakı digər nasist təşkilatlarını maliyyələşdirdi və bu hətta qürur mənbəyinə çevrildi. Bugün bir çox Avropalı Ukraynadakı faşist rejiminin tərəfində Rusiyaya qarşı vuruşmaqdan qürur duyur. Ancaq bir dəqiqə düşünün, Ukraynada Rusiyaya qarşı vuruşan, qardaşlıq yaradan və nazizm və faşizm ideologiyasını mənimsəyən vətəndaşlarınızı bu qədər fəal şəkildə dəstəkləyirsiniz. Bunlar Ukraynada təcrübə qazanaraq dövlətləri silahlı yolla necə ələ keçirmək bilən həmvətənlərinizdir. Bu qəhvəyi vəba evinizə qayıtsa, özü ilə ölüm və məhv olacaq. Bu vətəndaşlar Avropaya, öz vətənlərinə, öz xalqına qayıdacaqlar. Mən sizə 100% zəmanət verirəm ki, onlar dövlətləri ələ keçirmək təcrübələrini sizə tətbiq edəcəklər və bir çox Ukraynalıların özlərini və ailələrini qorumaq üçün öz dövlətlərindən qaçmaq məcburiyyətində qaldıqları zaman Ukraynada olduğu kimi öz vətəndaşlarının hüquq və azadlıqlarına böyük məmnuniyyətlə xələl gətirəcəklər. Ukraynadakı nasistləri Rusiyaya qarşı dəstəkləyərək buna sevinirsiniz. Bəs nasist ideologiyasına yoluxmuş vətəndaş cəmiyyətinizin bir hissəsi faşist Almaniyası dövründə olduğu kimi hakimiyyətə gələndə hara qaçacaqsınız? Yalnız Almanların faşist olduğunu düşünürsənsə yanılırsan. Hər hansı bir xalq ideologiyası nasizmlə qidalanırsa faşist ola bilər. Nasist ideologiyasına yoluxaraq öz xalqlarının hüquq və azadlıqlarına xələl gətirən babalarımızdan soruşun. Avropadaydı faşistlər Almanlar, Fransızlar, İtalyanlar, İspanlar, Bolqarlar, Macarlar, Finlər və başqaları idi. Hamısı lideri Hitlerə and içdilər və böyük məmnuniyyətlə öz vətəndaşlarının hüquq və azadlıqlarına pozaraq onları öldürdülər. Beləliklə bu qəhvəyi vəba Ukraynadan sizə qayıdacaq. Ancaq Rusiyaya qaçdığınız zaman Rusiya Federasiyası vətəndaşlarla gözlərinə necə baxacaqsınız? Nəticə çıxarmazdan əvvəl yaxşı düşünün. Mən öz fikrimi bildirdim. Mən öz fikrimi bildirdim.